Hörmətli müəllimlər, deməli sürtünmə qüvvəsinə aid belə bir məsələ ilə sizi tanış eləmək istəyirəm. Deməli burada ilk öncə ipin gərilmə qüvvəsinin istiqamətlərinə baxaq. İpin gərilmə qüvvəsinin istiqaməti həmişə cisimdən kənara doğru çəkilir. Altdakı ipin gərilmə qüvvəsi də cisimdən kənara doğru. İndi yuxarıdakı cisim sol tərəfə gedirsə, hərəkətin istiqaməti sola doğru gedir. Aşağıda isə deməli mən bu yuxarıdakı cisimi sola dartıramsa, aşağıdakı sağa doğru hərəkət edir. Hərəkətin istiqamətləri bax budur, A təcili ilə. A təcili ilə. Bir də indi bu cisimlərə təsir edən qüvvələrə baxaq. 2 kiloqram kütləli cisim budur. İpin gərilmə qüvvəsinin istiqamətini çəkdim. Hərəkətin istiqaməti çəkirəm burada. Sonra 50 Newton da burada verilib. Eyni zamanda burada sürtünmə də var. Mən yuxarıdakı sola doğru çəkirəmsə, sürtünmə hərəkətin əksinə yönəlir. Bu sürtünməni mən burada tapa bilərəm də nü mg ilə. Nü verib 0,5, mg də 20-dir. Bu eləcə 10. İndi bura Newton ikinci qanunu tətbiq eləsəm, yazacam belə. Deməli yazacam 50 minus t plus 10 bərabər m'imiz A'dır, m'imiz 2'dir, A. Buradan 50 minus t minus 10 bərabər 2A və buradan 40 minus t bərabər 2A'nı tapdım. Bax burada. Birinci deməli cisimdən, yəni yuxarıdakı cisimdən. İndi aşağıdakı cisimdə də belə olacaq. İndi aşağıdakı cisimi də çəkirəm. Deyər, məsələdə yəqin ki, burada yerlə arasında sürtünmə yoxdur da. Çox güman ki, yəni məsələni elə verməlidirlər. 3 kiloqram budur. İpin gərilmə qüvvəsi həmişə cisimdən kənara doğru çəkilir. Hərəkətin istiqaməti deməli sağ tərəfədir. Plus Newtonun 3-cü qanununa görə əgər yuxarıdakı sürtünmə sağa doğru yönəlibsə, aşağıdakı sürtünmə sola doğru yönələcək. Fc bu da elə qiymətcə bərabərdir, istiqamətcə əksdir. Yenə bura Newtonun ikinci qanunu tətbiq eləsəm belə bir şey alacam. Bax, alacam t minus 10 bərabər m'imiz 3'dür, vur A. Всё. İndi mənə lazımdır, deməli t-ni tapım. T-ni tapmaq üçün deməli buradan A-nı taparam. A bərabər t minus 10 böl 3. Həmin bu A-nın qiymətini gətirib bax burada A-nın yerinə yazaram. Всё. Onda da məsələ həll olunur. Olacaq 40 minus t 2A. 2-ni vuracam bu A-nın qiymətini. Elə birbaşa yazıram. 2t minus 20 böl 3. Buradan da olacaq deməli 120 çıx 3t çıx 2t plus 20 bərabər 0. Deməli olacaq 140 bərabərdir 4 dənə t-yə və buradan t-ni tapacam 28 Newton. Deməli 140'ı 4'ə böləndə neçə dəfə düşür? Üzr istəyirəm, 5'dir bu, 5. Deməli burada olacaq 5t bərabərdir 140. Onda t nəyə bərabər olacaq? 140'ı 5'ə böləndə eləyir 28 Newton. Всё. Deməli cavab olacaq 28 Newton. Diqqətinizə görə sağ olun.